Dostlar, axşamınız xeyirli olsun. Yenə də sual-cavab videolarımızı davam elətdirirəm. Yəni fürsət düşmüşkən bu çəkilişləri eləyib, sonra inşallah sizə təqdim eləyəcəm. Azər Quliyev yazır ki, Elşad bəy, siz elə danışırsınız ki, bilmirik kimə inanaq. Azər bəy qardaşım, baxın, İslam kiməsə inanmağımızı istəmir. İslam nəyəsə də inanmağımızı istəmir. İslam bizə İslamı göndərən Rəbbimiz, Tanrımız ağıl verib, şuur verib, dərrakə verib. Yəni biz buna baxaraq öz düşüncələrimizi, fikirlərimizi formalaşdıra bilərik. Məsələn, mən də dinləyirəm, dinləmişəm. Baxıram ki, bəziləri danışdığı zaman bu özünə mi səsləyir? Öz qruplaşmasına mı dəvət eləyir? Öz cəmaatına mı çağırır? Yoxsa xüsusi olaraq bu adamın özünün çəkdiyi, qeyd elədiyi məsələlər ancaq Qurana mı səsləməkdir? Əgər həqiqətən Qurana səsləyirsə, bəli, mən o insanın, o sözünü, o fikrini qəbul eləyərəm. Yoxsa bəzilərinin iddia elədiyi kimi bir adamı tamamilə silginəm, bir adamı tamamilə qəbul eləyəcəm. Bu doğru bir yanaşma deyil. Bu çünki bir həm nifrətə aparır, kinə aparır, digər tərəfdən də bir insanı sevgisini artıq elədiyimiz zaman bütləşdirir, ilahlaşdırır, tanrılaşdırır. Ona görə də birinci növbədə bizim həmişə inanmalı olduğumuz Allahın kitabıdır. Allahın kitabını da düzgün şəkildə biz dərk eləməliyik. Məsələn, orada Quranda peyğəmbərlərin gəlib insanlarla görüşdükləri zaman insanlara dedikləri sözlərdən ilki o olurdu ki, mən sizi özümə dəvət eləmirəm mənasında. Yəni, biz sizdən heç bir mənfəət güdmürük. Bizim mükafatımızı verəcək olan Allahdır. Yəni, buradakı əsas məqsəd nədir? İnsanlar əgər həqiqətən öz qruplaşmalarını qorumaq üçün bu cəhdləri eləyirlərsə, bunu danışırlarsa, insanları buna səsləyirlərsə, deməli burada bir problem var. Amma həqiqətən insanlar həqiqətləri olduğu kimi çatdırmağa çalışaraq, kiminsə xətrinə dəyəcəyini, kiminsə əziyyət çəkəcəyini düşünmədən bunu eləyirlərsə, bunu biz nəzərə almalıyıq. Əsas məsələ bu olmalıdır. Sonra Hicran xanım yazır ki, Elşad bəy, siz nə Hacı Şahini bəyənirsiniz, nə də sələfiləri, siz hələ də başa düşmürəm. Hicran xanım, mən şəxslər üzərində söhbətlərimi, çıxışlarımı qurmuram heç bir zaman. Nə də hansısa bir məzhəb üzərində, hansısa qruplaşma üzərində, hansısa hərəkət üzərində, hansısa firqə üzərində, hansısa hizb üzərində. Çünki bizim məqsədimiz bunların hamısını bir kənara qoyaraq Allahın dininə, Allahın bizə bildirdiyi, birləşməli olduğumuz, həmişə Allahın ipindən yapışmağı bildirilən Qurana səsləyirik. Çünki Rəbbimizin bizə bu əmridir. Rəbbimiz bizə bunu istəyir. Ona görə məsələyə bu prizmadan yanaşmalıyıq. Yoxsa kiməsə inanıb inanmamaq məsələsi bizim əsas məqsədimiz olmamalıdır. Sonra Valid Cahangirova yazır. Deyir, bu qədər tənqid olunmağına baxmayaraq bu hələ də sarsaqlayır. Valla bu ifadələri məsələn mən qəbul eləmədiyim şəxslərə qarşı belə söyləmərəm. Yəni çünki bu cür məsələlər həmin o insanın özünün etik anlayışını və yaxud da ədəbini və yaxud da əxlaqını göstərən bir yanaşmadır. Bunu sizə də rəva bilmərəm heç bir zaman. Amma tənqid olmaq o demək deyil ki, tənqid olunursa sən susmalısan. Təhqir olunursa sən həmin o məsələləri buraxmalısan. Təbii ki, xeyr. Buradakı əsas məsələ olmalıdır ki, biz tənqidlər varsa, əgər dağıdıcı deyilsə, əgər həqiqətən bizi maarifləndiricidirsə, təlimləndiricidirsə, düzəldicidirsə, yəni bunlardan biz nəticə çıxarmalıyıq. Bu başqa bir məsələ. Yoxsa kimsə tənqid olunduğuna görə həmin o tənqidlərin doğru olub-olmadığını bilmədən susmalıyıq mı? Xeyr. İnsan həqiqətləri hər bir zaman söyləməlidir, bu onun borcudur. Sonra Gülnar xanım Abdullayeva yazır ki, salam Elşad bəy, videolarınıza görə təşəkkürlər. Mümkünsə bir dəfə rəssamlıq və dizayn fakültəsinin qabiliyyət imtahanına hazırlaşarkən heykəl surətlərinin çəkilməsinin günah haram olub-olmadığı barədə video izah paylaşardınız. Çox təşəkkür edirəm. Gülnar xanım, baxın, ümumiyyətlə Quranda nə musiqinin haram olması, nə rəssamlığın haram olması, nə dizayn fakültəsi, dizaynla bağlı məsələnin haram olması, nə heykəltaraşlığın haram olması. Bununla bağlı heç bir ayə yoxdur. Tam əksini mən sizə deyim. Məsələn, Quran-ı Kərimə baxdığımız zaman Süleyman Peyğəmbərin özünün
böyük heykəllər düzəltdirməyindən bəhs olunur. Yəni bir peyğəmbər bunu eləyirsə, bunun başqalarının eləməməyini və yaxud da haram olduğunu iddia eləmək mümkündürmü? Təbii ki, xeyr. Çünki Qurana görə halalı, haramı müəyyənləşdirən heç peyğəmbər deyil, ancaq və ancaq Allahdır. Allahın da halal və haramları bəllidir. Halallar müəyyəndir, bilirik. Haramların da hansılar olduğunu Quranda bir neçə maddədə açıqlanıbdır. Vəssalam, bu qədərdir. Amma biz hər bir şeydə şəkil çəkmək haramdır. Adam təsəvvür eləyin, kameranın qarşısına keçib, həmin o kameranın qarşısında şəkil çəkməyin haram olduğunu deyən adam, həmin o kameradakı bir saniyənin neçə şəkildən ibarət olduğunu bilməyən o qədər zavallı insanlardır. Yəni bunu nəzərə almadıqlarından görə də belə bir problemlər yaşayırlar. Sonra Zeynalabdin Ələkbərov yazır ki, ay qardaşım, mollalarla bağlı başa düşdüm. Bəs Peyğəmbərimizin hədisləri var, ölülərə dua oxumaqla bağlı. O dualar Qurandan da olar. Baxın dostum, əziz, gözəl qardaşım. Birincisi, ölülərə nəsə oxumağın bir əhəmiyyəti yoxdur. Niyə? Çünki ölülərə oxunan bir məsələ heç bir zaman ölülüyə gedib çatmır. Çünki onun dünya ilə əlaqəsi bitib. Bizim üçün də sabahlarım eynisi aydın olacaq, eynisi başımıza gələcək. Yəni, əlaqə bitəndən sonra, bundan bağlı heç bir problem olmayandan sonra biz nə edəcəyik? Təbii ki, bizim, baxın, özümüz bir şeyi nəzər alaq. Bu günlərim həqiqətən dünyasını dəyişən bir yaxınımıza, bir doğmamıza, səhərdən axşama qədər dua etsək və yaxud da dua etdirsək, yaxud da pulla tutub hansısa mollaya, hansısa din xadiminə səhərdən axşama qədər Quran oxutursaq, başının ucunda Quranın 1-ci surəsindən, Fatihə surəsindən, Quranın 114-cü surəsi olan Nas surəsinə qədər gecə-gündüz müxtəlif qarilərə, müxtəlif insanlara pulla oxutursaq, həmin insana bir faydası olacaqmı? Həmin insan bundan nəsə bir nəticə əldə eləyəcəkmi? Həmin insanın cənnətə gedəcək yolunu asanlaşdıracaqmı? Təbii ki, xeyr, belə bir şey ola bilməz. Çünki elə bir şey olmuş olsaydı, o zaman imkanlı insanlar vəsiyyət eləyərdilər, öz miraslarından belə bir fond yaradıb, gecə-gündüz onlara bunu elətdirərdilər. Amma onlar da həqiqətən bu məsələni dərk elədiklərindən görə, bildiklərindən görə, başa düşdüklərindən görə belə bir məsələnin olmayacağını bilirlər. Bildiklərindən görə də nə belə bir vəsiyyətləri var, nə belə mirasları var, nə də belə bir tövsiyələri olub. Çünki bir insan yaşadığı dövrdə əməlləri ilə əsasdır. Əməllərini biz götürürük. Yəni, bu günlərim adicə üzərimizə giydiyimiz bunu və yaxud da indi çəkiliş elədiyim bu kameranı, mikrofonu, heç bir şeyi götürmürük. Corabımızı belə götürə bilmirik. Yəni, biz bundan ötəri bu günlərim həqiqətən cəmiyyətlər, fərdlər, yaxınlar, qohumlar, əqrabalar bir-birinə bir də görürsünüz ki, dava dalaşa girirlər. İnsanları ikrah doğuran məsələlərdir. Ona görə biz nə etməliyik? Ancaq əməllərimizlə, gözəl rəftarlarımızla, elədiyimiz faydalı işlərimizlə, insanlara toxunan gözəl işlərimizlə, nəsihətlərimizlə bunları həyata keçirməliyik. Əsas məqsədimiz bu olmalıdır, dostlar. Dostlar, bugün Belçikada oxuyan bir neçə tələbə qardaşımız gəlmişdilər. Fransada olduğumu bilib əvvəlcədən danışmışdıq. Gəldilər, görüşdülər, söhbətləşdik. Və orada Rəhman qardaşım təsəvvür eləyin 12-13 il ərzində çəkdiyim bütün videoların hamısına baxdığını qeyd elədi və verdiyi suallar həqiqətən çox maraqlı idi, çox yerində idi. Çox məntiqli suallar idi və bu gəncləri gördükcə insanın gələcəyi ümidi daha da artır. Buradakı məsələlərdən biri də ondan ibarət idi ki, məsələn, bir mövzu haqqında danışırdıq. Məsələn, cəzalandırma mexanizmi idi və yaxud da ədalət məsələsi ilə bağlı, ədalətin nisbiliyi məsələsi idi. Sonra iqtisadiyyatla bağlı deyilən bəzi məqamlar var idi ki, onların müəyyən məsələsinə aydınlıq gətirməyə çalışdıq. Və haradasa bir 2 saat yarım oturub söhbət elədik. Bəli, o qardaşlarımız əziyyət çəkib Belçikadan xərcə düşüb gəlmişdilər. Biz də təbii ki, bunu dəyərləndirməyi əsas olaraq qəbul elədik. Bəli, o suallardan da biri o idi ki, ümumiyyətlə şəriətlə bağlı deyilən anlayış nə idi? Məsələn, bəziləri bunu şəriət dedikləri zaman dini dövlət anlayışı və yaxud da dinin hökmlərinin sekulyar anlayışın üzərinə hakim olması kimi qeyd elədikləri ilə bağlı bir söhbət elədik. Amma buradakı məsələ nədən ibarət idi? Ümumiyyətlə, şəriət dediyimiz bu günlərimdə şari deyə bir prospekt, əsas yol, küçə mənasında istifadə olunur. Yəni, bu şəriət dediyimiz bir yoldur.
Düzdür, Quran-ı Kərimə baxdığınız zaman şəriət sözdə keçir. Ondan başqa tariqət sözü dediyimiz, o da yol keçir. Bundan başqa məzhəb deyilən bu günlərim istifadə olunan ifadə, bunun da mənası yol deməkdir. Yəni bunların təbii ki, hər birinin ayrı-ayrı mənaları var. Məsələn, sırat dediyimiz, o da yol deməkdir. Məsələn, sırat sözünün ancaq cəmi yoxdur. Bundan başqa qeyd eləmək istədiyimiz o idi ki, bəli, Allah hökmləri qoyanda şəxslərə görə, hansısa millətlərə görə, hansısa dövrə görə qoymur. Allahın qoyduğu hökmlər daim öz aktuallığını qoruyur və insanlara düzgün yol göstərməyinə rəvac verir, yol göstərir. Ona görə də, məsələn, mən bu məsələni həmişə qeyd edirəm ki, ümumiyyətlə, şari deyilən əsas bir yoldur. Əsas bu yolda olmaq Allahın buyruqlarına əməl etməklə mümkündür. Məsələn, insanlar müxtəlif dinlər çıxarıbdılar. Adlarını biri xristiyanlıq qoyub. Çünki xristiyanlıq əslində o insanlara lağ etmək üçün istifadə olunan bir termin idi. Çünki İsa Peyğəmbərin özü Yahudi idi, anası Yahudi idi. Bu bilinən bir məsələdir. Bundan başqa, məsələn, Çinin özündə olan konfutsiyanizm olsun, taoizm olsun, buddizm olsun. Bunların hamısı da şəxslərin adları ilə bağlı olan ifadələrdir. Və yaxud da bölgə ilə bağlı, və yaxud da xalqla bağlı. Dinlərin çıxdığının hər birimiz bilirik bunları. Və yaxud da müəyyən məzhəbləri hansısa adlarla adlandırmalarına da şahid oluruq. Amma İslamın əsas məqsədi nədir? İslamın əsas məqsədi sülhdür, əminamanlıqdır, barışdır. Yəni, insanları buna dəvət eləməkdir, insanları buna çağırmaqdır. Ona görə də, məsələn, müsəlman bəzən təslim olan mənasını verirlər. Müslim əslində sülhü, əminamanlığı, barışı bərqərar eləyən, onu qoruyan, ona çağıran, ona dəvət eləyən, onun əldə olunması üçün əlindən gələni eləyən bir anlayışdır. Yəni, müslim dediyimiz, müsəlman anlayışı əslində budur. Yoxsa müsəlman baş aşağı tabi olan, hər bir şeyə təslim olan, sorğulamayan anlayışı deyil. Hətta Allah Quranda belə peyğəmbərlərin özlərinin sorğulamalarından bəhs edir. Ona görə qısa olaraq bunu qeyd eləmək istədim dostlar.